Salam, əziz həmvətənlərim, əziz dostlarımız. Qazaxıstan Respublikasının Astana şəhərindən sizləri salamlayıram. Həqiqətən ilk dəfə idim mən Qazaxıstan Respublikasına gəlirdim. Çox maraqlı bir dövlətdir, gözəl də xalqdır və Astana şəhəri də çox mənim xoşuma gəldi. Bəli, təbii ki, hansı dövlət hüququ demokratik dövlətdirsə, o dövlətdə hər zaman yüksək səviyyədə insan hüquqları burada qorunur. Təbii ki, Azərbaycan dövlətim də hüququ demokratik bir dövlətdir. Azərbaycan dövlətində də vətəndaşların hüquqları, insan hüquqları yüksək səviyyədə qorunur. Dünənki məhkəmə çox obyektiv proses oldu ayın 18-i. Bir daha da öz təşəkkürümü bildirirəm hörmətli hakimə. Hakim ədalətli bir qərar çıxartdı və o ailəni sevindirdi. Bəli, təbii ki, mən beynəlxalq hüquq müdafiəçisi olaraq türk-dilli dövlətlərdə məhkəmələrində iştirak edirəm. Rəsmi dəvət olunuram beynəlxalq hüquq müdafiəçisi olaraq. Görürəm, müşahidə edirəm və çəkilişlərimi edirəm, videolar edirəm, fotolar edirəm və sosialda da paylaşıram. Və bu gün də ayın 19-u məhkəmədə iştirak etdim, iki məhkəmədə şəxsən özüm çəkilişlər etdim, sosialda da paylaşmışam. Bilirsiniz, bir ailə sevinəndə o sevinç göz yaşı axanda görün nədir? Ən xoşbaxtlıqdır. Ona görə mən buradan fürsətdən istifadə edərək səslənmək istəyirəm ki, beynəlxalq hüquq müdafiəçisi olaraq gəlin azadlığımızın qədrini bilək. Gəlin düz olaq. Gəlin cinayətdən uzaq olaq. Cinayətdən uzaq olaq. Bilirsiniz, əgər biz özümüzü birinci insan hüquqlarımızı özümüzü qoruyuruqsa və qoruyandan sonra hər bir şey yüksək səviyyədə həllini tapa bilir. Əgər biz hansısa qanunu pozuruqsa, cinayət məsuliyyətinə cəlb olunuruqsa, dərhal biz uduzanda nə deyirik? Biz hüquq mühafizə orqanlarını, hakimlərimizi başlayırıq öz fikrimizlə şər böhtan atmağa. Xeyr, qanun qanundur, qanun şahdır. Hər ki, sən öz işi ilə məşğul olsa, düzgünlüyünə, nə üçün deyirlər? Sağlam ruh, sağlam düşüncə insanı həmişə sağlam edər. Ona görə buradan da səslənirəm ki, gəlin cinayətdən uzaq olaq, özümüzün hüquqlarımızı müdafiə edə bilək, insan hüquqlarımızı müdafiə edək və cinayətdən uzaq olaq ki, azadlıqda daima olaq. Gəlin azadlığımızın qədrini bilək. Bir daha da dostlarımı bugün ayın 19-u avqust ayı 2026-cı il Qazaxıstan Respublikasının Astana şəhərindən sizləri bir daha da salamlayıram.